Felipe Santos. Nuno'nun zərbəsi qeyri-dəqiqdir. Ötürmə gəlir Ninkovic'dən. Zərbə qapıya və burada xilas edir. Santos boş qapıdan çıxarır topu. Daha bir cəhd çıxır. Və bu da standart vəziyyətin gün zərbəsinin təkrarı. Burada zərbəni endirən Kənan idi, səhv etmirəmsə. Bəli, Kənan Feyziyev burada başla. Uzun ötürmə Xəyaldan. Qazanır hava mübarizəsini. Yusuf Paro. Nikola Ninkovic. Baxdı ətrafına. Sol caha oynadı. Ramalingom qəbul edir. Solundan Yankovic hərəkətlənir. Ramalingom! Aleksandr Ramalingom. Möhtəşəm qolla hesabı açır bu maçda. Baxırıq təkrara. Burada oyundan kənar vəziyyət məsələsi aktualdır, amma nə gözəl qol idi. Möhtəşəm bir qol alındı. Görə indi bu qol qeydə alınacaq yoxsa yox. Gözəl trayektoriya ilə getdi top. Və Avram özünü çatdıra bilmədi. Önü boş idi Ramalingom'un. Hazırlaşdı bir qədər bu zərbəyə və mükəmməl şəkildə topu qapıdan keçirdi. Bəli, xeyr, Araz Naxçıvanın da out. Bir qədər çaşqınlığı yaşandı. Sumqayıt futbolçuları da out yerinə yetirmək istəyirdilər. İndi Araz Naxçıvan hücumu Şariboliyə əla ötürmə. Burada Simakala. Şariboli yaxşı mövqe seçmişdi. Offside da yox idi burada. İki futbolçu alınmadı Vadalo'da topu ram etmək. Burada indi Felipe Santos geridə qoyur Kənanı. Nihat Əhmədzadə sürəti qub ona çatmağa çalışır. Ötürməni verə bildi və burada indi Simakala təkbə-tək gedir. Simakala! 1-1. Araz Naxçıvan hesabı bərabərləşdirir. Bamuaka, Simakala. Santos zamanında ötürmə etdi və burada səhvə yol verir Senhadji. Qabaqlamağa çalışdı yenə irəli çıxaraq, amma bu dəfə alınmadı və Simakala Xəyalla dueldən qalib ayrıldı. Dəyişikliklər Araz Naxçıvanın heyətində. Ürfan Abbasov meydanı tərk edir. Onun əvəzinə Ömər Buludov oyuna daxil olur. Santos'tan irəli Simakala'ya. Bu dəfə də ötürmə keçir. Yenə Senhadji'nin səhvi. Yenə Simakala'nın zərbəsi bu dəfə top qapının üstündən keçir. Xəyaldan ötürmə irəli. Başla Ramalingom Rüstəmə doğru. Ötürdü, önünü kəsdi Rüstəmin. Burada Yusuf Paro ardından isə top meydanı tərk edir. Rəvan Həmzəzadə. Burada Araz Naxçıvan futbolçuları qaydanın pozulduğunu iddia edirlər. Baxırıq təkrara. Yusuf Paro burada büdrədi və sonda top. Aha. Ən son məqamda Paro'ya idi top. Ümumiyyətlə, mövsümdə ən az heççi edən komandalardan. Zərbə qapı istiqamətindən Patrik Andrade'dən top qapının yanından keçir. Ötürmə gəlir Nihat Əhmədzadəyə. Emil Mustafayev. Emildən qapı qarşısına ötürmə cəhdi. Paro imkan vermir. Top qalır meydanda. Emil Mustafayev. Emil qapı qarşısına və top qapıdan keçir avtogol. Emil Mustafayev'in inatkarlığı Sumqayıta qələbə gətirir bu axşam. Rahil Məmmədovdur. Baxırıq təkrara. Burada Yusuf Paro ilə mübarizə apardı Emil. Yusuf sanki top meydandan çıxarırdı, amma yox, top qaldı meydanda. Burada top atdı ayaqları arasından Paro'nun və nəticədə Rahilin uğursuz toxunuşuyla top Araz Naxçıvanın qapısından keçir.
Sumqayıt 2, Araz Naxçıvan 1 və bu cari mövsümdə 13-cü avtoqoldur. Qələbə ola bilər bu. Görək indi Araz Naxçıvanın bu cəhdi nə ilə nəticələnir. Uğursuz bir ötürmə. Xəyal Fəzlullayev topu tutur. Və bununla da maç başa çatır. Sumqayıt evdə Araz Naxçıvanı bu mövsüm ikinci dəfə məğlub etməyi bacarır. Və Naxçıvan təmsilçisini keçərək 6-cı pilləyə yüksəlir.